İranda Aşura mərasimləri bu il ölkənin siyasi gündəmi ilə də üst-üstə düşüb. Tehran İnqilab Meydanında toplaşan minlərlə insan həm bu günü yad edib, həm də İran və Birləşmiş Ştatlar arasında imzalanan yeni memorandumla bağlı fikirlərini bölüşüb. Biz Amerikaya etibar etmirik. Rəsmilərimiz də onlara etibar etmirlər. Onlar danışıqlar masasına da inamsızlıqla əyləşirlər. Ümid edirəm ki, 2015-ci il nüvə sazişinin təcrübəsi yenidən təkrarlanmayacaq. Görüntülərdə Aşura münasibəti ilə meydana toplaşan böyük izdiham əks olunur. Mərasimlər İran və Birləşmiş Ştatlar arasında hərbi qarşıdurmaların dayandırılmasına yönəlmiş yeni anlaşmanın imzalanmasından bir neçə gün sonra keçirilib. 14 maddədən ibarət memorandum bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutur. Sənəd Birləşmiş Ştatlar prezidenti Donald Trump tərəfindən Fransada keçirilən tədbir zamanı imzalanıb. İran prezidenti Məsud Pezeşkiyan isə sənədə məsafədən qoşulub. Pakistanın baş naziri Şahbaz Şərif də İslamabadda memorandumun iştirakçıları sırasında yer alıb. Bununla belə İsrail razılaşmanın tərəfi olmadığını açıqlayaraq Livandakı hərbi əməliyyatlarını davam etdirdiyini bildirib. Tehran sakinləri isə yeni anlaşmaya fərqli münasibət sərgiləyirlər. İran və ABŞ arasında imzalanan bu memorandumun əziz İranımızın nüfuzunu və gücünü nümayiş etdirməsindən məmnunam.